Bilirdinizmi, gülmək həm də yaddaşımızı möhkəmləndirir. Gülüşün insan orqanizminə faydası çoxdan məlumdur. Bu yaxınlarda Amerikalı elm adamları müəyyən ediblər ki, gülüş həm də yaddaşı möhkəmləndirirmiş. Alimlərin qənaətinə görə bu proses beynin yaddaşla əlaqəli funksiyalarını möhkəmləndirərək unutqanlığın qarşısını alır. Hətta kəskin respirator virus infeksiyası, qrip və digər xəstəliklərin profilaktikasında da faydalı olduğuna inanılır. Biz ürəkdən güləndə bədənimizdə stres hormonu kimi tanınan kortizolun səviyyəsi sürətlə aşağı düşür. Kortizol isə beyində yaddaşın və öyrənmənin mərkəzi sayılan hippokamp adlı nahiyənin ən böyük düşmənidir. Xroniki stres və yüksək kortizol bu mərkəzdəki neyronlara zərər vuraraq unutqanlığa yol açır. Gülüş kortizolu cilovlamaqla həmin yaddaş mərkəzini qorumuş olur. Onun ən effektiv antidepressant olduğunu hesab edən tədqiqatçılar müəyyən ediblər ki, bu proses zamanı yaranan endorfin hormonu stresin orqanizminə təsirinin qarşısını alır, ağrıları yüngülləşdirir. Bundan əlavə gülüş həm də əqli və fiziki əməyin, məşqlərin faydasını artırır. Odur ki, çətinliklərə xoş təbəssümlə cavab vermək ən doğru seçimdir. Bilmədiklərimizi birgə öyrənmək ümidi ilə növbəti buraxılışlarda görüşənədək.